Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informasiyanın alınması 7-ci dərs olacaq. Uşaqlar, informatika 2-ci sinifdən. Gəlin görək informasiyanı necə alırıq biz. Təbiəti müşahidə edərkən, kitab oxuyarkən, kompüterdə işləyərkən, müəllimi dinləyərkən biz bir çox informasiyalar, məlumatlar alırıq. Burada təbiət, kitab, kompüter, müəllim informasiya mənbələri adlanır. Biz informasiya qəbul edicisiyik. Yəni qəbul edən bizik, informasiyaları qəbul edirik. Onlar isə informasiya mənbəyi, yəni informasiyanı çatdıran şəxslər, nəsnələr, əşyalar və s. ola bilər. Ətrafımızda olan hər bir obyekt müəyyən informasiya mənbəyi hesab edilir. Məsələn, qazanda hansı xörəyin olduğunu onun iyindən yaxud qazanın içinə baxmaqla bilmək olar və buna görə də biz bir sıra informasiya mənbələrini görmüş oluruq və bir sıra qəbul edicilər, bəzi belə deyim, müəyyən əşyalar üzərindən, müəyyən hisslər üzərindən onu aşkar edə bilirik. Gəlin indi isə tapşırıqlara nəzər salaq. Gəlin görək tapşırıqlarda nələrdən danışılır. İnformasiya mənbələrinə uyğun şəkilləri göstərin. Taktil informasiya mənbəyi, vizual informasiya mənbəyi, qoxu, dad və səs. Gəlin görək, uşaqlar, səs informasiya mənbəyi nədir? Biz qulaqla eşidirik, daha düzdürmü? Onu nədən müəyyən edə bilərik? Gəlin baxaq. Məsələn, səs informasiyasının mənbəyi bu davul zəngli saatdır. Sonra qoxu informasiyanı necə qoxulaya bilərik? Dad informasiyasının mənbəyi, məsələn, dad, qoxu, vizual, səs və taktil informasiyanın mənbəyi. Gəlin görək. Vizual informasiyanın mənbəyi, yəni görməklə nəyə görərək şey eləyə bilərik? Məsələn, gördüyümüz nə ola bilər? Pəncərədən kənar bir yerə baxa bilərik. Düzdür uşaqlar? Aha. Sonra qoxu. Kitabı qoxulamırıq da uşaqlar, düzdür? Sağ ol. Aha. Əlbəttə ki, fərqlidir uşaqlar. Məsələn, bundan başqa biz məsələn, vizualı tapdıq, pəncərədən şəhərin mənzərəsi və kəndin mənzərəsi görünər. Səslə zəncili saatı və s. müəyyənləşdirə bilərik. Məsələn, sonra qoxu ilə apensilin müəyyən edə bilər uşaqlar. Bilirsən ki, apensilin özünə məxsus qoxusu olur, təravəti olur. Sonra dad informasiyasına məsələn, nəyin dada bilərik uşaqlar? Dadda bildiyimiz nar ola bilər də, düzdür? Narı dadaraq müəyyən edə bilər ki, bu nardır. Sonra taktil informasiya, yəni dəri vasitəsilə nəyi müəyyən edə bilərik? Məsələn, kitaba toxuna bilərik də, düzdürmü? Və yaxud bu xalça var da, xalçaya da toxunaraq onun xalça olduğunu bilmək olar. Belə. Aşağıdakı cümlələrdə informasiya mənbələrini və informasiya qəbul edicilərini müəyyənləşdirin. Biz zooparkda müxtəlif maraqlı heyvanlar gördük. Biz zooparkda müxtəlif maraqlı heyvanlar gördük. İnformasiya mənbəyi burada nədir? İnformasiya mənbəyi burada zooparkdır. Qəbul edici bizik. Qəbul edici bizik. İt pişiyi görən kimi zəncirindən qopmağa başladı. Burada it informasiyanın qəbul edicisidir. İt. Pişik də informasiyanın nə idi? Pişik də informasiyanın mənbəyidir. Mətbəxdən gələn iyilər bizə sabahki bayramdan xəbər verirdi. Mətbəx burada nədir? İnformasiyanın mənbəyidir. Yəni, qırmızı rəngdə. Biz nəyik? İnformasiya... gözləyin. Biz nəyik? İnformasiyanın qəbul edicisi. Kompotu stolun üstünə qoymamışdan əvvəl anam onun dadına baxdı. Anam. Anam informasiyanın qəbul edicisidir. Yəni, sarı rəngdə olacaq. Qırmızı rəngdə olan, yəni informasiyanın mənbəyi isə olacaq nə? Kompot. Sərin kompotu mənə verməzdən əvvəl anam əli ilə stəkana toxunub onun çox soyuq olub olmadığını yoxladı. Burada ana informasiya qəbul edicisidir. İnformasiyanın mənbəyi isə sərin kompotdur. Belə, bunu da beləcə tamamladıq. Crosswordu vərəqə çəkin və həll edin. Bu duyğu üzvü vasitəsilə biz səs informasiyasını qəbul edirik. Birinci olacaq nə? Qulaq.
Birinci olacaq qulaq. Bu duyğu üzvü vasitəsilə biz qoxuları hiss edirik. Burun. İkinci olacaq burun. Məlumat, xəbər. Məlumat, xəbər nədir? 3 informasiya olacaq. 3 informasiya. İnformasiyanın alındığı yer nədir? İnformasiyanın mənbəyi. Yəni mənbə. Bilik mənbəyidir, onu oxuyurlar. Bu da olacaq nə? Əlbəttə ki, bu da olacaq nə? Kitab. Belə. Sonra beləcə tamamladıq uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Yəni burada da olacaq kitab. İndi bunları hamısını özünüz yerləşdirəcəksiniz. Birinci qulaq, ikinci burun, üçüncü informasiya, dördüncü mənbə, beşinci də olacaq kitab. Belə. Qutardı, beləcə bitdi. Bu günlük bu qədər uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.